Salam, Bioloji dərsləri kanalına xoş gəldiniz. Bugün biz çoxalma ontogenezlə bağlı bəzi sualların izahına baxacağıq. Burada özəlliklə şəkil sualları görəcəksiniz ki, mitoza və yaxud meyoza aid olan. Gəlin başlayaq. Deməli, bizə birinci şəkildə deyilir ki, verilən bölünmə mərhələsinə uyğun verilənlərdən hansı yanlışdır? Şəkildə biz görürük ki, anafaza mərhələsi qeyd olunub. Bu mitozun anafazası da ola bilər, meyoz 2 anafaza da ola bilər. Hardan bu qənaətə gəlirik? Çünki biz görürük ki, qütblərə bir xromatidli xromosomlar çəkilir. Qütbə bir xromatidli xromosom ya mitoz bölünmədə çəkilir. Çünki xromosomun sentromerinə hər iki qütbdən və tərtili birləşəndə bu zaman anafazada belədirsə, daha doğrusu metafazada. Anafaza mərhələsində isə həmin xromosom yarı bölünəcək sentromer hissədən və qütbə bir xromatidli xromosomlar çəkiləcək. Bu olur mitoz bölünmədə, bir də ki meyoz 2 anafaza. Orada da hər iki qütbdən və tərtili birləşir xromosomun sentromerinə. Amma meyoz 1-də isə, bu deyək ki, meyoz 1 olsun. Məsələn, xromosomlar çəkək, homoloji xromosomlar. Deyək ki, bunlar bizim homoloji xromosomlarımızdır. Bunlar cüt-cüt düzülüblər. Deməli, metafaza lövhəsi əmələ gətiriblər. Bunların sentromer hissəsinə sadəcə bir qütbdən və tərtili birləşir. Daha sonra və tərtilləri qısalanda, növbəti mərhələdə isə, biraz tünd rənglə göstərim, növbəti mərhələdə isə, bu deyək ki, metafaza idi, anafaza mərhələsi olsun. Həmin o xromosomlar artıq qütblərə çəkildilər. Və qütblərə çəkildikdən, bütöv şəkildə baxırıq ki, qütblərə çəkildilər, yarı bölünmə baş vermədi burada. Bundan sonra telofaza mərhələdə isə biz bilirik ki, hüceyrə yarı bölünəcək. Və hüceyrə yarı bölünəndə homoloji xromosomlar hərəsi ayrı hüceyrəyə, məsələn, bu ikisi homoloq idilərsə, bunlar hərəsi başqa bir hüceyrəyə düşdü və belə olan halda, deməli, meyoz 1 nəticəsində yaranan hüceyrələrdə qeyri-homoloq xromosomlar yerləşmiş oldu. Bu iki xromosom artıq bir-birinə homoloq deyirlər. İndi bunu nə üçün dedim? Şərtə baxaq, daha doğrusu variantlara baxaq. Deyir ki, əgər meyoz bölünmə qeyd olunubsa, 2n bərabərdir 8-dir hal-hazırda. Hal-hazırda baxaq, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 xromosom var burada. Əgər hüceyrə mitoz bölünmə keçirirsə anafaza, bəli bunu dedik. Bölünmə tamamlandıqdan sonra əmələ gələn hər bir hüceyrədə xromosom sayı 4. Bəli, bu anafazadan sonra telofazaya girəndə 4 bir tərəfdə, 4 bir tərəfdə. 4, 4. Deməli, doğrudur. Verilən mərhələdə xromosom sayı 8-dir. Bəli, əgər meyoz bölünmə qeyd olunubsa, bu hüceyrədə hal-hazırda homoloji xromosom cütlərini görə bilirik. Biz danışdıq ki, deməli, meyoz 1 bitdikdən sonra meyoz 2-yə qeyri-homoloq xromosomlar, yəni hüceyrədəki xromosomlar qeyri-homoloq olur bir-birisi ilə. Meyoz 1-də metafazaya düzülürlər, metafaza lövhəsinə düzülürlər. Homoloji xromosomlar cüt-cüt düzülürlər və onlar anafazada bir-birindən ayrılırlar. Bunu 9-cu sinif dərsindəki cümlədə də görə bilərsiniz. Deməli, burada Y variantı yanlışdır. Burada diqqətli olaq. Daha sonra növbəti sualda bizə deyir ki, qrafikdə gametogenez prosesində ana hüceyrədən qamet əmələ gəlmə prosesi zamanı DNT miqdarının dəyişməsi göstərilir. Buna əsasən verilənlərdən hansı yanlışdır? Burada DNT-nin miqdarı göstərilir və zaman. Deyir ki, biz baxaq ilk öncə bir zaman aralığında DNT-nin miqdarı 2x-dan 4x-a qədər artıb. Deməli, bu interfaza mərhələsidir. Çünki DNT-nin artması interfazada olur. İnterfazanın əvvəlinə xromosom dəsti 2N, 2C xromatid sayı və 2D DNT-nin miqdarı bu interfazanın əvvəlindədir. Interfazanın ortasından bilirik ki, xromosom sayı dəyişmir. Xromatid və DNT miqdarı 2 dəfə artır. 4C, 4D. Bu sintetik mərhələdə baş verir. Bu presintetik idi. Postsintetikdə də eyni bu dəst davam edir.
eləyəcək. Ona görə bir daha yazmayaq. Sonra bu bölünmə mitoz və gametogenezdirsə, artıq deyək ki, meyoz bölünmə baş veribsə, deməli xromosom dəsti necə dəyişəcək? Ən sonda meyoz 1 və meyoz 2 keçirdikdən sonra N, C, D-yə düşmüş olacaq. İndi baxaq. Deməli, bir zaman aralığında hüceyrənin DNT-si ikiləşir. Doğrudur, 2x-dan 4x-ə qalxıb. Deməli, bu 2D-dən 4D-yə artım baş verdi. Deməli, bu interfaza mərhələdir və artım görürük. Doğrudur. İki zaman aralığında hüceyrənin homoloji xromosomları ayrılır. İki zaman aralığında deyir, homoloji xromosomlar ayrılır. Homoloji xromosomlar ayrılır meyozun birinci anafazasında. Burada da baxırıq ki, meyozun birinci anafazanın xromosom dəstini yazaq ilk öncə. Deməli, profazada bu dəst davam edir. 2N4C 4D, 2N4C 4D, deməli, profazada, metafazada yenə 2N4C 4D davam olunur. Anafazada da eyni şəkildə 2N4C 4D. Daha sonra isə bilirik ki, bu dəst iki yeni hüceyrə arasında bölünür. Ona görə N, 2C, 2D. Bu oldu telofaza mərhələsi. Deməli, anafazada 4D-dir. Bizdə də ikinci zaman aralığında homoloji xromosomlar ayrılır. Bəli, 4x-dır. Doğru fikirdir deməli. 5 zaman aralığında 4 yeni hüceyrə meydana gəlir. 5 zaman aralığında artıq meyozun sonudur. Bu deməli, telofaza 1 bitəndə N, C2C, 2D idisə, profaza 2 və metafaza 2-də o davam olunacaq. N, 2C, 2D. Anafazada isə xromosomun sentromerinə hər iki qütbdən və tərteli birləşdiyi üçün xromosom sayı artır. Çünki o nə edəcək? Yarı bölünəcək. Bayaq burada göstərmişdim. Hər iki qütbdən və tərteli gəldi və o yarı bölündü növbəti mərhələdə. Ona görə burada olacaq 2N, amma xromatidlə DNT miqdarı dəyişmədi. 2C, 2D. Və telofaza 2-də bu dəst iki yeni hüceyrə arasında bölünəcək və NCD. Və biz bilirik ki, meyoz sonunda DNT miqdarı D-dir və meyoz sonunda 4 yeni hüceyrə yaranır. Bir hüceyrə daxil olur, bir hüceyrədən 4 yeni hüceyrə əmələ gəlir. Bizə də deyir ki, 5 zaman aralığında baxırıq, xromosom DNT miqdarı X-la göstərilib, haploid sayla və deyir ki, 4 yeni hüceyrə əmələ gəlir. Bu doğru fikir oldu. 2 və 4 zaman aralığında hüceyrədə DNT miqdarı eynidir. 2-də 4 dəfədir, 4x-dır. 4-də isə 2x-dır. Deməli, bu yanlış fikirdir. 3 və 5 aralığında hüceyrədə sitoplazma bölünməsi baş verir. 3-də 2x-dır DNT-nin miqdarı və 5. 5-də isə x-dır. Deməli, hüceyrə 1 bölünür telofaza 1-də, bir də telofaza 2-də bölünür. Telofaza 1-də DNT 2D-dir, bəli, 2x-la göstərib. Telofaza 2-də D-dir, bəli, x-la göstərilir. Deməli, bu da doğru. Burada yanlış oldu D variantı. Deməli, ana tozcuq hüceyrəsini 5 verib, mikrospor sayı, mikrogametofit sayı, mikrogametofitdəki sperm sayı və onların cəmini bizdən istəyir. Biz bilirik ki, ana tozcuq hüceyrədən bir ana tozcuq hüceyrə meyoz bölünmə keçirir və nəticədə 4 dənə yeni deməli, mikrospor meydana gəlir. Bir ana hüceyrədən 4 mikrospor yaranır. Bu mikrosporlar hər birisi mikrogametofitə çevrilir. Ona görə deməli X olacaq. Deməli, ana tozcuq 5-dirsə, 5-i vurduq 4-ə, birindən 4 yaranır. Çünki 20 əmələ gəldi. Deməli, X 20-dir. Həmin o mikrogametofitdə 20 olacaq. Çünki hər mikrospor içində nüvə bölünməsi baş verəcək və onlar hər biri tozcuğa çevriləcək. Ona görə mikrogametofit də 20-dir. Mikrogametofitdəki sperm sayı. Biz bilirik ki, bir dənə tozcuq dənəsinin içində 2 dənə sperm meydana gəlir. Hansı ki, generativ nüvə mitoz bölünmə keçirdir və 2 deməli nüvəsi olur. 20-ni də 2-yə vuranda oldu. Deməli, tozcuq sayı, daha doğrusu sperm sayı 40. Z də oldu 40. Deməli, 20, 40 cəmi oldu 80.
B variantı. Sonra növbəti sualda bizə deyir ki, 2n bərabər 4 xromosomlu hüceyrənin meyoz bölməsi qeyd olunub. Meyoz 2-yə aiddir. Meyoz 1 ilə meyoz 2-ni fərqləndirəcəyimiz əsas xüsusiyyət vətər-teli hüceyrənin, daha doğrusu xromosomun sentromerinə hər iki qütbdən gəlib, yoxsa sadəcə bir qütbdən gəlib. Məsələn, buradakı kimi. Baxırıq ki, biz bilirik ki, meyoz 1-də sadəcə bir qütbdən gəlir, meyoz 2-də isə hər iki qütbdən sentromerə vətər-teli birləşir. Hər iki qütbdən 2-də var və 4-də var ki, 4-də artıq xromosom artıq yarı bölünüb. Ona görə deməli 2 ilə 4 meyoz 2-dir. 3 ilə 1 isə meyoz 1-dir. 3 metafaza mərhələsini göstərir. Sadəcə bir qütbdən vətər-teli birləşib. Homoloji xromosomlar cüt-cüt düzülüblər və onların sentromerinə sadəcə bir qütbdən vətər-teli gəlib. Və 1 isə anafaza mərhələdir. Meyoz 1-in anafazasıdır ki, xromosom 2 xromatidli şəkildə qütbə çəkilib. Bizdən meyoz 2 soruşduğu üçün oldu 2 və 4. 2-4 B variantı. Mitoz bölümə keçirən bir hüceyrənin metafaza mərhələsində 36 xromatid sayılmışdır. Buna əsasən anafaza mərhələsindəki xromosom sayı, bölünmə tamamlandıqdan sonra əmələ gələn hüceyrə sayını tapın. Deməli, mitoz keçirən hüceyrənin metafazasında yazaq xromosom dəsti mitozdan öncə 2N, 2C, 2D-dirsə, interfazanın ortasında deməli 2N olduğu kimi qaldı. 4C, 4D oldu. Bu şəkildə mitoza daxil oldu. Mitozun profazasında oldu 2N, 4C, 4D. Elə metafazada da eyni xromosom dəstidir. Bir daha yazmayaq. Amma anafazada bilirik ki, xromosom dəsti 2 dəfə artır. Xromatidlə DNT miqdarı dəyişmir. Xromosom sayı artdısa 2 dəfə 4N, 4C, 4D. Bizdən nə istəyir? Deyir ki, metafazada 36 xromatid sayılmışdır. Metafaza mərhələsi 36 xromatid. C xromatid sayını göstərir. 4C. Buna əsasən anafazada xromosom sayı, anafazada 4N. Deməli, bərabər olacaq. Buradakı xromatid sayını neçə göstərirsə, elə deməli, anafazada eyni şəkildə olacaq. O saya bərabər olacaq. Ona görə 36 xromatid isə 36 dənə xromosom olmuş olacaq. Bunu necə göstərə bilərik? Məsələn, insan xromosom dəsti ilə baxaq. Xromosom sayımız 46-dır. 46, 46 xromatid, 46 DNT. İnterfazada 46 xromosom olduğu kimi qaldı. Xromatid və DNT 92-yə çıxır, 2 dəfə artdı. Daha sonra isə anafazada bizim xromosom sayımız da 2 dəfə artdı. Bu da 92 oldu. Deməli, burada bizim xromatid sayımız 92-dir. Anafazada artıq xromosom sayımız da 2 dəfə artıb 92 olmuş oldu. Burada isə 36 rəqəmi ilə verib. Deməli, anafazada da xromosom sayımız 2 dəfə artıb o saya gələcək. Ona görə 36 və bölümə tamamlandıqdan sonra neçə hüceyrə yaranır? Bil ki, mitozda 2 yeni hüceyrə əmələ gəlir. Ona görə də C variantı. Amma meyoz soruşsaydı 4 yeni hüceyrəmiz yaranır. Şəkildə verilən hansı hüceyrədə 2N bərabər 4 xromosom sayı vardır? 2N bərabər 4. 2N bərabərdir 4 xromosomunu biz deməli hal-hazırda 3-cü deməli xromosomda görə bilirik ki, burada 1, 2, 3, 4 dənə xromosom. Birinci hüceyrədə də bölünmə tamamlandıqdan sonra hər hüceyrədə 4 xromosom olacaq. Hal-hazırda, yəni ki, anafaza mərhələsində 4 xromosom görsənir. Amma normalda həmin hüceyrənin bölünmədən əvvəl və bölünmədən sonra, bölünmədən əvvəl, məsələn, metafaza mərhələsində 4 idi. Sonra həmin 4 xromosom yarı bölünüb 8 görsənir. Sonra yenə həmin hüceyrə yarı bölünəcək və hər hüceyrəyə 4 xromosom düşəcək. Ona görə biz 1 ilə 3-ü götürürük. 1-3 D variantı.
Növbəti sualda deyir ki, hüceyrənin həyat siklını mitoz bölünmədə baş vermir. Mitoz bölünmə zamanı DNT ikiləşməsi baş vermir. Çünki DNT interfazada ikiləşir. Bölünmə və tərləri bəli profazada əmələ gəlməyə başlayır. Metafazada da başa çatır. Bu doğru fikirdir. Sitoplazma bəli bölünür telofaza mərhələdə. Mitoxondri ikiləşməsi də interfazada baş verir. Ona görə də 1 ilə 4-ü çıxdıq. Sonra bal arısı ailəsində mayalanmış yumurta hüceyrədən əmələ gəlir. Biz bilirik ki, bal arı ailəsində mayalanmış yumurtadan, məsələn, N və N qametlərdirsə, haploid dəstisə, bunlar mayalananda 2N xromosom dəstinə malik olur dişilər. Dişilər bilirik ki, ya ana arıdır, ya da ki, deməli, işçi arıdır. Diploid işçi arı göstərilib. Və diploid xromosom dəstinə malik arı. Amma ki, mayalanmamış, bu mayalanmanı istəyir bizdən. Bu yumurtalar mayalanmadan erkək arıya partenogenezlə başlanğıc verir. Ona görə erkək arını götürməliyik və haploid dəsti götürməliyik. Mayalanma nəticəsində dişilər yarandı və onlar diploid xromosom dəstinə malikdirlər. Endodermal mənşəlidir insanda, bilirik ki, qaraciyər, mədə-altı vəzi endodermal mənşəlidir. Baş beyin ektodermadır, bilirik ki, aorta damarlarımız mezodermaldır. Xorda isə ektodermal mənşəlidir. Vəzlərdən epifiz və hipofiz də ektodermal mənşəlidir. Yəni, bütün vəzlər endodermadan yaranıb desək düzgün olmaz. Mitozun anafaza mərhələsi DNT-nin zəncir sayı 64. Deməli, bir DNT molekulu 2 zəncirlidir. X qədəri 64 zəncirli böldük 2-yə. Deməli, burada 32 molekul DNT var. Meyoz 2-nin telofaza mərhələsinin sonunda. Bizə deyir ki, anafaza mərhələdə. Anafaza bilir ki, mitozun anafazası 4N, 4C, 4D'dir. 4D isə 32-dirsə, meyozun ikinci telofazası bilir ki, N, C, D. D, deməli, 4D-dən D-yə düşəndə nə baş verir? 4 dəfə azaldı. 32-ni 4-ə bölsək, olacaq 8. O da B variantı. Sonra insan ontogenezində ən gec meydana gəlir, bilir ki, qametlər, çünki o cinsi yetişkənlik dövründə meydana gəlir. O da ki, qızlarda 10-12 yaşda, oğlanlarda isə 13-14 yaşda başlayacaq. Toyuqda yumurtalığın yetişmə zonasına 8 hüceyrə daxil olur. Əmələ gələn qametlərin 3-ü X daşıdığı halda cəmi neçə yönəlci cisimcik Y cinsi xromosomu daşıyacaq. Biz bilirik ki, bir hüceyrə daxil olanda orada bir dənə qamet yaranır, 3 dənə yönəldici cisimcik yaranır. Əgər bu toyuqdursa, yəni quşdursa, sürünəndirsə, bilirik ki, onlarda deməli, heteroqametlik olduğu üçün hər iki ehtimalda qamet yarana bilər. Həm X-lı, həm Y-lı qametlər yarana bilər. X-Y daşıyır dişilər. Deyək ki, bu hüceyrəyə X düşübsə, ondan yaranan qamet X, bir yönəlci cisim X, iki yönəlci cisim Y daşıdır. Əgər bu hüceyrə Y daşıyarsa, ondan yaranan qamet Y, bir yönəlci cisim Y, iki yönəlci cisim X daşıyır. Deməli, bir X-lı qametə nə düşdü? Bir X-lı yönəldici cisim düşdü. Yönəldici cisim və 2 Y-lı yönəldici cisim düşür. Bir Y-lı qametə isə bir Y-lı yönəldici cisim və 2 X-lı yönəldici cisim düşdü. İndi bizə və bir hüceyrə daxil olanda bircə qamet alınır dişilərdə, amma erkəksə bilir ki, 4 qamet alınır. Bizə dişi istəyir. 8 hüceyrə daxil olubsa, biz bildik ki, 8 qamet yarandı və 8 qametin 3-ü X-dır. 8-dən 3 çıxdıq. Əmələ gəldi, daha doğrusu 3-ü X-dır, deməli 5-i də Y-dır qametin. İndi bizdən istəyir Y-lı yönəldici cisim. Y-lı yönəldici cisim bir qamet X daşıyanda 2 dənə Y varsa 3X-a da 3-ü 2-yə vurduq, oldu 6 dənə Y-lı yönəldici cisim. Deməli,
Bir Y-lı əgər qamet Y daşıyarsa, bir Y-lıya bir Y-lı yönəldici cisim düşür. O zaman 5 dənə Y-lı qamet varsa, 5 dənə də 5-i 1-ə vurduq. 5 dənə də Y-lı 5. Aha, Y-lı yönəldici cisim oldu. 5 ilə 6-nı topladıq. 11 olmuş oldu B variantı. Aha. Sonra xərçəng hüceyrəsində bir neçə xüsusiyyət verilmişdir. Düzgün olanları seçin. Deməli, onlarda bildik ki, xərçəng hüceyrələrinə nüvə ya çox böyük olur, ya çox kiçik olur. Ona görə də buna əsasən seçilir. Biopsiya zamanında buna əsasən seçilirlər. Toxumalar dağıtmır deyir, yanlışdır. Bilik toxumaları dağıdır və toxumaları qalınlaşdırır. Daha çox yağ yox, daha çox karbohidrat istifadə edirlər. Nizamsız təbəqələşmə əmələ gətirir, doğrudur. Bu hüceyrələr deməli keyfiyyətcə digər hüceyrələrdən fərqlənməsələr də kəmiyyətcə onlarda müəyyən maddələrin miqdarı daha çox olur. Məsələn, karbohidratların miqdarı daha çox olur. Belə bu qədər, sağ olun.